Devlətin təhlükəsizlik orqanı. Hal-hazırda müşahidə aparılır, hədəf. Bugün 107 ildir ki, eyni əzmlə milli təhlükəsizliyimizi təmin edən gizli qəhrəmanlarımızın peşə bayramıdır. Bu əlamətdar tarixi gün 1919-cu il martın 28-də Azərbaycanda əks kəşfiyyat xidmətinin yaradıldığı dövrlə bağlıdır. Ümumilli lider Heydər Əliyevin 1997-ci il martın 23-də imzaladığı sərəncamla hər il martın 28-i Azərbaycanın təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən peşə bayramı kimi qeyd olunur. Dövlətin təhlükəsizlik yaxud kəşfiyyat orqanı o vaxt qalib gəlir ki, o vaxt öz vəzifəsini layiqincə yerinə yetirir ki, orada peşəkar kadrlar və iş üslubu olsun. Bugün Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları peşəkar və müasir iş üslubu ilə dövlətimizi xarici qəsdlərdən və düşmən qüvvələrinin təxribatlarından qətiyyətlə qoruyur. Terrorçuluğa, mütəşəkkil cinayətkarlığa, dini ekstremizmə qarşı mübarizədə uğurlu əməliyyatların şahidi oluruq. 2025-ci il sentyabrın 21-də Dövlət Təhlükəsizlik Xidmətinin təşkilatçılığı ilə 90-a yaxın ölkənin xüsusi xidmət orqanlarının rəhbərlərinin Bakıda keçirilən 3-cü təhlükəsizlik forumuna qatılması da ölkəmizin bu sahədə nümunəvi fəaliyyətlərinin bir təzahürüdür. Məhz bu forumda beynəlxalq və regional təhlükəsizliyin təminatı üçün birgə səylərin səfərbər edilməsi, əməliyyat diplomatiyasının inkişafına dair vacib nüanslar müzakirə edilib. Bu uğurların arxasında ciddi tarixi hadisələr dayanır. Burada ümumilli lider Heydər Əliyevin uzaq görən siyasəti xüsusi vurğulanmalıdır. Sovet hakimiyyəti illərində milli kadrlara xüsusi xidmət orqanlarında uzun zaman verilməyən yüksək vəzifələrə təyinatlar Heydər Əliyevin milliləşdirmə siyasəti nəticəsində mümkün oldu. Bu isə Azərbaycanda sabitliyin bərqərar olunmasında xüsusi rol oynadı. Təhlükəsizlik Təşkilatının əməkdaşları cəmiyyətdə yüksək etimada, eyni zamanda yüksək səlahiyyətə malikdirlər. Gərək hər bir əməkdaş bunların müqabilində öz məsuliyyətini dərk edə bilsin və üzərinə düşən vəzifəni yerinə yetirə bilsin. Belə ki, ölkəmizdə Prezident İlham Əliyevin bu sahədə apardığı keyfiyyət dəyişiklikləri də strukturun mübarizə əzmini daha da gücləndirməsinə geniş imkanlar yaradıb. Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci il 14 dekabr tarixli fərmanı ilə Milli Təhlükəsizlik Nazirliyinin ləğv olunaraq onun əsasında Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin yaradılması bu sahədə təkmilləşməyə və səmərəli fəaliyyətə yeni qapılar açdı. Terrorçuluq fəaliyyəti ilə məşğul olanların məqsədlərinə çatmadan zərərsizləşdirilməsi, ölkədən tonlarla narkotik vasitələrin tranzit daşımalarının qarşısının vaxtında alınması görünən uğurların hələ kiçik bir hissəsidir. Tarix isə belə uğurların görünən və görünməyən tərəflərini öz yaddaşına həkk etməyə davam edir. Peşə bayramınız mübarək.